Bugünkü mövzumuz Azərbaycanın fiziki coğrafi rayonları. Azərbaycanın fiziki coğrafi rayonları relyef və landşaft xüsusiyyətlərinə görə aparılır. Belə ki, ölkə, vilayət, yarım vilayət və rayon olmaqla ardıcıl şəkildə bölünür. Hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yaxud oxşar ərazilərdən ibarətdir. Məsələn, deyək ki, iqliminə, relyefinə, geoloji quruluşuna, təbii landşaftının oxşarlığına görə qruplaşdırılır və xüsusi ərazi vahidlərinə, yəni rayonlara ayrılır. Və buna əsasən də fiziki coğrafi rayonlaşdırma, fiziki coğrafi rayon anlayışı ortaya çıxır. Rayonlaşdırma necə aparılır? Əvvəlcə ölkə, vilayət, yarım vilayət və rayon bölgüsü üzrə aparılır. Azərbaycan iki coğrafi ölkənin, yəni Qafqaz və Ön Asiya ölkəsinin daxilində yerləşir. Bu fiziki coğrafi ölkələr daxilində 5 fiziki coğrafi vilayət ayrılır. Hansı vilayətlərdir? Deməli, Böyük Qafqaz vilayəti, Kiçik Qafqaz vilayəti, Kürdağarası, Lənkəran və Orta Araz vilayəti olmaqla 5 fiziki coğrafi vilayətə ayrılır. Bu vilayətlərdən yalnız Naxçıvan Ön Asiya ölkəsinə, qalanları isə Qafqaz ölkəsinə daxildir. Vilayətlər də öz növbəsində yarım vilayətlərə ayrılır. Yarım vilayətlərdən Orta Araz və Lənkərandan başqa deyə bilərik ki, bütün fiziki coğrafi rayonlar yarım vilayətlərə ayrılır. Yalnız Orta Araz və Lənkəran ayrılmır. Və yarım vilayətlərin də tərkibində 19 fiziki coğrafi rayon ayrılır. Danışaq Böyük Qafqaz vilayətindən. Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Deməli, bu vilayətin əsas hissəsini Başqafqaz silsiləsi tutur. Xəzər dənizi sahillərindən mütləq yüksəkliyi 4466 metr olan Bazardüzünə qədər ucalır. Vilayətdə zəngin faydalı qazıntı yataqları, neft, qaz, yanar şiz, polimetal, mineral bulaqları rast gəlinir. Sıx çay şəbəkəsinə malikdir. Bütün iqlim tipləri burada müşahidə olunur. Ta ki, yarım səhra quru çöldən dağ tundra iqliminə qədər müşahidə olunur və çayları mənbəyini götürür Başqafqaz silsiləsindən. Baş su ayrıcıdan, mənsəbi isə Xəzər dənizidir. Yəni birbaşa Xəzərə tökülürlər. Kürə yox, birbaşa Xəzərə tökülürlər. Torpaqları yarım səhrada boz-boz qonur torpaqlar Samur dəvə çovalığının əsasən əhatə edəcək. Şimal hissəsində, Samur dəvə çovalığının şimal hissəsində düzən meşə çəmən torpaqları yayılmışdır. Bu da şirin yeraltı suların səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq. Sonra dağlıq ərazilərdə qara, şabaltı, dağ çəmən, qəhvəyi və qonur dağ meşə torpaqlarına rast gəlinir. Bundan əlavə turizm, regresiya ehtiyatları da boldur. Belə ki, Xəzərin qumlu sahilləri, Nabranın Abşerona gedər olan qızıl qumlu sahillər, bol günəşli çimərliklər, əsas sağlamlıq, istirahət zonaları yayılmışdır. Bundan əlavə Nabranda, Qəbələdə, Şəkidə, Zaqatalada iri turist bazalarda fəaliyyət göstərir. Mineral bulaqlardan Qalaltı, Şıx mineral bulaqları müalicə əhəmiyyətinə malikdir. Samur dəvəçi Böyük Qafqaz vilayətinə daxildir. Samur dəvəçi, Qonaqçənd, Zaqatala, Lahıc, Dağlıq, Şirvan və Abşeron Qobustan. İndi Samur dəvəçidən danışırıq. Samur dəvəçi haqqında deyə bilərik ki, relyefi düzənlikdir. Çox hissəsi okean səviyyəsindən mənfi 28 metr aşağıdadır. Sonra neft ehtiyatları siyəzəndə həm neft, həm qaz yataqları var. Şimal hissəsində şirin dedik ki, yeraltı sular səthə yaxın yerləşib düzən meşələri yaradır. Torpağı çəmən meşədir. İqlimi yarım səhra quru çöldür. Daha sonra laqun mənşəli Ağzıbiçala gölü burada yerləşir. Ön Qafqaz tektonik çökməsində yerləşir. Daha sonra Böyük Qafqazın şimal-şərq yamacının çayları mənsəbi əsasən bu rayonda yerləşir. Məsələn, Qusar, Qudyal, Vəlvələçay, Qaraçay, Atıçay və s. Şimaldan Rusiya ilə sərhədə malikdir. Samur Yalaman Milli Parkı burada yerləşir və burada düzən meşələr qorunur. Səthində də 4-cü dövrün çökmə süxurları örtülüdür. Qonaqçənd dağlıq fiziki coğrafi rayonluğu əsasən Rusiyanın sərhədə düşür. Çox hissəsi dağ meşələri ilə örtüldü. Torpaqlarda qəhvəyi və qonur meşə torpaqlardır. Biz dedik aşağı meşələr qəhvəyi torpaqlarla, yəni arid meşələr əsasən qəhvəyi torpaqlarla, humid meşələr, rütubətli meşələr isə qonur torpaqlarla zəngindir. Xaltan, Xaşı, Cimi, Qalaltı kimi mineral bulaqlara rast gəlinir. Sonra dağ meşələrindən yuxarıda dağçəmən qurşağı yayılıb. Burada torpağı çimlik, toflu çimlik, xüdai torpaqlar. Dağçəmən qurşağı bilirik ki, biz yay otlaqları üçün yararlıdır, əkinçiliyə yararsızdır. Sonra çayları dərin kanyonvari dərələr yaradır. Məsələn, Vəlvələçayın üzərində Tənci dərəsi var. Dağlıq fiziki coğrafi rayon olduğundan burada Yura və Təbaşir, yəni Mezozon Yura və Təbaşir yaşıl suxurları yayılmışdır. Yanar şiz yataqlarına rast gəlinir və Şahdağ Milli Parkı da bu fiziki coğrafi rayonun bir hissəsini əhatə edir. Zaqatala, Lahac. Zaqatala, Lahac Rusiyanın sərhəddə yerləşir. Amma sərhəd əsasən dağlıqdan keçdiyinə görə burada sərhəd keçid məntəqələri fəaliyyət göstərmir. Yəni nəqliyyatı çətinləşdirir dağlıq relyef.
İqlimi yağıntıları bərabər paylanan mülayim isti iqlim, il boyu bol yağıntılı soyuq iqlim və dağ tundra iqlimidir. Orta dağlıqda meşə landşaftı yayılıb. Torpaqları qəhvəyi və qonur torpaqlardır. Yüksək dağlıqlar isə dağ-çəmən torpaqları ilə örtülüb. Bunlara da deyirik çimlik, toflu, ibtidai torpaqları biz aid eləyəcəyik. Dağ-çəmən qurşağında bayaq da dedik, yay otaqları kimi əsasən istifadə olunur. Sonra Zaqatala Lahıc haqqında deyə bilərik ki, çaylarında güclü daşlı palçıqlı sellər müşahidə olunur. Əsasən Şiin, Çiş, Kürmük çayda bu müşahidə olunur və bu zonanın bütün çayları yeraltı sulardan qidalanır. Burada demən Zaqatala ərazisində Zaqatala Balaçan qoruğu, Qaxda İlisu qoruğu, burada da nə qorunur? Dağ meşələri, dağ landşaftı, əsasən nadir heyvanlar qorunur. Suxurlarına gəlsək, Mezon, Yura və Tabaşlı yaşıl suxurlar üstünü təşkil edir və Azərbaycanda Lənkərandan sonra ikinci ən çox yağıntı alan ərazi bu ərazidir. Və Böyük Qafqaz haqqında ümumilikdə deyəcək ki, burada filiz faydalı qazıntı yataqlarına rast gəlinir. Amma yalnız bu ərazidə rast gəlinir. Filiz faydalı qazıntı yatağı, yəni yeganə polimetal filizi yatağının olduğu ərazidir. Filiz çay, Katex çay, Xastaq, Mazım çay bu rayonun ərazisinə düşür. Mineral bulaqları İlisu, Xalxal kimi mineral bulaqlarını misal göstərə bilər. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərqi yamacını təşkil edir. Ən çox zəlzələ zonasıdır, tektonik cəhətdən aktivdir. 8-9 bal gücündə zəlzələ baş verir. Əlverişsiz şəraitə malikdir. Necə? Həm xarici ölçüyə çıxışı yoxdur, həm də Xəzərə çıxışı olmadığına görə əlverişsiz mövqedədir. Yay quraq keçən mülayim isti iqlim tipi var burada. Faydalı qazıntılarından əsasən yanar şisti Qobustan ərazisində. Sonra Şabaldı, Qəhvəyi, dağ meşə, qonur dağ meşə torpaqları, dağ-çəmən torpaqları bir-birini əvəz edir. Şamaxıdır, İsmailidir. Burada əsasən qara torpaqlar yayılıb Azərbaycanda. Daha sonra suxurları alçaq dağlıq hissələrdə paleogen yaşlıdır. Orta və yüksək dağlıqda isə Tabaşlı yaşlı suxurlara rast gəlinir. Pirqulu dövlət qoruğu var burada. Burada Qaraçöhrə qorunur. Sumqayıt çay, Pirsiyat çay, Ağsu, Girdiman çayları burada yerləşir. Bir də Çuxuryu mineral bulaq var burada. Abşeron, Qobustan, Xəzər sahilində yerləşən bu rayon arigendasiyon relyef formaları geniş yayılıb. Çünki quraq iqlimdir. İqlimi yarım səhra quru çöldür, qışı mülayim keçən yarım səhra quru çöldür. Yarğan qobu, bendilin torpaqlar, pis torpaqlara rast gəlinir burada. Suvarma əkinçiliyidir. Sonra Xəzər sahillərində abrazion düzənliklərə rast gəlinir, abrazion relyef formalarına. Abrazion relyef forması nə idi? Dalğanın yaratdığı relyef formaları idi. Çayları yayda quruyan çaylardır, az suludur, yayda çöl mənsəbli çaylardır, yayda tapmaq olmur ümumiyyətlə bu çayları. Çünki 98% yağışdan qidalanırlar və iqlim də qışı mülayim keçən yarım səhra qurçəl olduğuna görə yağıntılar əsasən qış aylarında düşür, ilin soyuq aylarında düşür. Torpaqları boz qonur torpaqlardır, qış otlaqları kimi istifadə olunur. Suxurları neogen, paleogenin 4-cü dövr suxurları geniş yayılmışdır. Abşeron qoruğunda burada Xəzər su itisi qorunur. Fiziki coğrafi rayonda neft ehtiyatları daha çox deyən Azərbaycan ən çox neft ehtiyatı kimi tanınan ərazisidir. Sonra torpaqlar da bu səbəbdən çiklənib, rekultivasiyaya ehtiyacı var. Rekultivasiya nə idi? Torpaqların yenidən bərpası deməkdir rekultivasiya. İriqasiya suvarma deməkdir. Meliorasiya isə torpaqların duzlardan təmizlənməsi deməkdir. Daha sonra Masazır, Böyükşor, Binəqədi kimi şorsulu göllər var. Buradan duz və yod brom ehtiyatı alınır. Azərbaycanda olan Palçıq vulkanının çox hissəsi buradadır. Sonra bir də burada Qobustan Dövlət Qoruğu, Qaradağ rayonunda Qobustan Dövlət Qoruğu yerləşir. Ən qədim yaşayış məskənlərindən biri olub. Gəldik Çöçökəhliyinə. Çöçökəhliyi vilayəti haqqında deyə bilərik ki, Böyük və Kiçik Qafqaz dağlarının arasında Acınxor-Ceyrançöl dağlarından 1100 metrdən mənfi 27 metrə qədər olan əraziləri əhatə edir. Relyefi, tektonik quruluşu çox sadədir. Əsasən düzənliklərdən, hamar ərazilərdən ibarətdir. Səthi 4-cü dövrün kaynazol çöküntüləri ilə örtülmüşdür. Sonra deyə bilərik ki, məsələn, burada Acınxor-Ceyrançöl alçaq dağlarında neogen yaşıl suxurlar yayılıb. Çayların çay gətirmələri, yəni gətirmə konusları yaradır burada. Sonra çayların gətirdiyi eyni adlı çöküntülərdən düzənlik, çökəklik yaranmışdır və s. Alluvial mənşəli çökəkliklər yaranmışdır. Gölləri əsasən axmaz mənşəli göllərdir. Sarısudur, Hacıqabulda Ağgöl, Mehmangöl, Candar gölü misal göstərə bilərik. Və bu ərazi Kürəraz ovalığı deyə bilərik ki, ən böyük arteziyan hövzələri buradadır Azərbaycanda. Suvarma tələb olunduğu üçün, ərazi quraq olduğu üçün, torpaqları boz qonur torpaqlar olduğu üçün əsasən su anbarları və kanallar yaradılmışdır ərazidə. Buxarlama qabiliyyəti 1300 mm, yağıntı isə 200-400 mm-dir. Buna görə də rütubətlənmə əmsalı 0,3-dür. Orta illik temperaturların cəmi isə 14,5 dərəcədir. Torpaqlar dediyimiz kimi boz qonur, boz çəmən, açıq şabalatı şoran torpaqlara rast gəlinir. Bitkilər də yovşandır, efemerli bitkilərdir, yəni yarımsərə qurçölün bitkiləri, kəngizdir və s. Suvarılan torpaqlarda taxılçılıqla məşğul olmaq olur. Bir də əlavə məlumat kimi deyim, taxıl həm dəmiyə şəraitində yetişən bitkidir, həm də suvarma şəraitində. Burada da suvarma şəraitində, məsələn, Küdür Şirvanda, Mərkəzi Aranda, Qazaq Qarabağda suvarma şəraitində taxılçılıq mümkündür. Bundan əlavə üzümçülük, pambıqçılıq, quru subtropik bitkiçilikdə inkişaf etmişdir. Və Kürün sahili boyunca Tuğay meşələri uzanır. Tuğay meşələri də bilirsiniz, qorunur, Qarayazı Dövlət Qoruğunda qorunur.
Sonra Gənc Qazax düzündə saqqız ağacından ibarət Sultanbud meşəsi də Qarabağ düzündə əsasən yayılmışdı. Ellər oyuğunda Ceyrançöldə Eldar şalına rast gəlinir. Qan Xəyrçayda da şirin yeraltı sahəsinə yaxın yerləşdiyinə görə burada düzən meşə yaranıb. Düzən meşənin yarandığı ərazilərə biz deyirik intrazonal landşaft. Və vilayətə daxildir Küdrü Şirvan, Küraraz, Qazax Qarabağ, Qanı Xəyrçay, Acınoxor Ceyrançöl, Aşağı Arazboyu kimi fiziki coğrafi rayonlar daxildir. İndi danışdıq Küdrü Şirvandan. Küdrü Şirvan deməli deyəcək ki, Şirvan düzünün şimal hissəsini əhatə edir. Şirvan çaylarının əksəriyyəti burada gətirmə konusları yaradır. Torpağı boz çəmən, açıq şabalı torpaqlardır. Suvarma əkinçiliyi şəraitində quru subtropik meyvəçiliyi inkişaf edib. Suxurları Kaynazoy dövrünün 4-cü dövrün suxurlarıdır, çökmə suxurlardır. İqlim yarımsəhra quru çöldür. Yuxarı Şirvan kanalı bu fiziki coğrafi rayonda yerləşir. Hündürlüyü dəniz səviyyəsindən aşağıdır, yəni 0 metrdən də aşağı yerləşən əraziləri var. Küraraz fiziki coğrafi rayonu. Bu əsasən Kürd çökəkliyinin mərkəzi hissələrini əhatə edir. Cənubdan İran, şərqdən Xəzər dənizi ilə əhatələnib. Deməli, qərbdən şərqə doğru ərazi genişlənir, həmçinin şərqə doğru alçalır, hündürlüyü azalır. Biz dedik ki, Azərbaycanın qərb hissəsi daha hündür, şərq hissəsi daha çökəkdir. Torpağı əsasən boz çəmən, boz qonur, açıq şabalıd torpaqlardır. Torpaqların irrigasiya, yəni suvarma prosesi ilə pambıqçılıq, quru subtropik meyvəçilik, bostan bitkiləri əkilir. Torpaq şoranlaşmaya məruz qalıb, ona görə də torpaqların meliorasiyaya ciddi ehtiyacı var. Ona görə də kollektor drenaj şəbəkəsi yaradılmışdır. Yəni quruntularının səviyyəsini aşağı salmaq məqsədi ilə şor torpaqlar duzdan təmizlənir. Küraraz ovalığı deyə bilərik ki, akkumulyativ düzənlikdir. Səthi başdan başa 4-cü dövrün çökmə suxurları ilə örtülüdür. Və Kürarazın ən yüksək temperaturu cənub-şərqi Şirvandadır. Yağıntılar ümumi 200-400 mm arası düşür. Ərazisində Ağgöl, Şirvan, Qızılağac qoruğu və milli parkları var. Sonra nə deyə bilərik? Kürün məsələn sol sahildə yerləşən düzləri deyək. Cənub-şərqi Şirvan düzü, sağında Qarabağ, Milmuğan düzü, Salyan düzləri yerləşir. Və bu düzləri deyə bilərik ki, Kürarazın ən iri orografik relyef aidləri hesab olunur. Kürarazda çökmə suxurlarda neft, qaza rast gəlinir. Sonra Muradxanlı Molla kənd, mezoyaşlı neft yataqları, Salyan Neftçalada neft yataqlarına, Neftçaların özündə yod brom ehtiyatları var. Axmaz mənşəli göllər, Ağgöl, Ağcabədidə, Sarısu, İmişli, Hacqabul və s. kimi göllərə rast gəlinir. Qış otlağı kimi istifadə olunur və Yuxarı Qarabağ, Başmuğan, Başmil, Əzbeyev kanalları minlərlə ərazini suvarır. Qazax Qarabağ şabalıd torpaqlar əsasən burada yayılıb. Quru çöl ərazi şabalıd torpaqlardır. Xarici ölkəyə çıxışı var. Ərazisində tranzit çaylar var. Həsənsu, Tovuz çay, Ağstafa çay var. Sonra kurort turizm mərkəzi var. Məsələn, Naftalan, yanmayan neft. Ərazisində yarımsəhra quru çöl iqlimidir. Suxurlar 4-cü dövrün suxurlarıdır. Sonra deməli Kiçik Qafqazdan başlayıb Kürə tökülən çaylar gətirmə konsuları yaradır burada. Məsələn, Şəmkir çay, Gəncə çay, Qoşqar çay, Kürək çay misal göstərə bilərik. Çorçay qoruğu var burada. Bozdağın təbii landşaftı qorunur. Goranboyun ərazisinə düşür. Və Gəncə şəhəri də bu fiziki coğrafi rayonda yerləşdiyinə görə sırf Gəncə şəhərinin özündə yarımsəhra quru çöl iqlimidir. Qanı Xəyrçay Kürd çökəkliyi vilayətinin yeganə mülayim isti iqlimində, yəni mülayim isti iqlimi olan rayonudur. İqlimi qışı quraq keçən mülayim isti iqlimdir. Ərazisində Qanı Xəyrçay deməli Kürd vilayətinin yeganə mülayim isti iqlim tipində olan rayonudur. İqlimi qışı quraq keçən mülayim isti iqlimdir. Ərazisində şirin, yeraltı sulasiyyə yaxın yerləşdiyinə görə düzən meşələri yaradıb, torpağı çəmən meşədir və torpaqlarında suvarılma aparılır. Xarici ölkəyə çıxışı var, məsələn Gürcüstana, səthi 4-cü dövrün suxurları ilə örtülüb. Burada yağıntıların miqdarı 600 mm arasında dəyişir. Çayları gətirmə konusları yaradır. Acınoxor Ceyrançöl haqqında deyə bilərik ki, xarici ölkəyə çıxışı var. Kürd çökəkliyi vilayətinin ən hündür nöqtəsi burada yerləşir. Quşəncə yaylası da 1100 metr hündürlüyə malikdir. İqlimi yarımsəhra quru çöl, torpağı tünd şabalıd torpaqlardır. Ərazisində həm şirin, Candar göl, həm də şorsuğu göl var, Acınoxor gölü. Arid endosyon relyef formaları, yarğan qovu bendrendlər burada yayılıb. Ərazisi ən mühüm qış otlağıdır. Qışı mülayim keçir, ona görə qış otlağıdır. Ərazisində tektonik mənşəli Acınoxor gölü, Axmaz mənşəli Candar göl var. Qarayazın, yəni Tuğay meşələri qoruğu, Eldar şamı qorunan ellər oyuğu, sonra Türyançay qoruğunda ardıc saqqız ağacı qorunur. Ceyrançöl Acınoxorda neogen yaşıl suxurlar yayılmışdı. Acınoxorda yağıntı 400-600 mm, Ceyrançöldə isə 200-400 mm. Aşağı Arazboyu, deməli Cəyəm incə hərami düzləri burada yerləşir, Milmuğan su qovşağı yerləşir. Torpağı boz çəmən torpaqlardır, iqlimi yarımsəhra quru çöldür. Arazın sahilində yerləşir. Köndələn çayı mənsəbi bu rayondadır və yer gəlmişkən Köndələn çayı yağış suları ilə qidalanır, Araza tökülür. Araz çayı üzərində Cəbrayıl rayonunda Qızqalası və Xudafərin su anbarları var.